Bugünləri 8 noyabrdır. Bugün Azərbaycan bayram eləyir. Bu müharibə sonun. Bizim kəndimizdən Şahin Allah yarım. Hem bize uzak qohumluğu düşür, hem de kendimizi, hem Şirvandandır onun yarısı, hem de Zizik'den, Qubadan. Bir yerde, bağda bir yerde gilas dərmişik, alma dərmişik. Yani indi burada şəkli buradadır ve qəhrəmandır. Həyat insanlar cürbəcür vəziyyətlərə qoyur. Burada bizim oğlumuz antiterror əməliyyatında iştirak edib. Və burada antiterrordan, mən indi dəqiq bilmirəm, antiterrordan da burada qəhrəman var. Amma həmçinin burada ülvü var, yəni tanıdığım, şəxsən tanıdığım adamlar da var. Quban şəhidləridir. İndi Azərbaycan hər yerində bayram eləyirlər bugünə, amma həmçinin bugün o ailələr üçün hüzün günüdür. Çünki əzizlərin doğmalarını itiriblər. Allah rəhmət eləsin.